dərs deyəndə şuluq eləyən uşaqların gəlib dururdum yanında. Meyli də qoydum lövhənin qabağına. Danışmazdım. Dedim, mən bunlara dərs öyrədirəm. Niyə danışıram ki? Mənim gül üzlü bacılarım, bugün mən çox xoşbəxtəm. Sizlərin arasındayım. İnan, hamınızı çox sevirəm. Sizə nədən danışacağım? Bir tarixçə danışım. Qaraqaya kəndində doğuldum, uşaqlığım Bəryabad kəndində keçdi. Ancaq bir gün Bəryabad qrupunda adım yoxdur. Sonra qrupların çoxunda bəzilərində adım yoxdur, onlar da bilirlər. Cəzalanacaqlar onların hamısı. Və mən istəyərdim ki, bütün kəndlərin qruplarında olub, bütün tədbirlərinizdə iştirak edin. Niyə? O kəndlər hamısı mənimdir. Qaraqayadan başlayırdıq, dağa gedirdik. Bilirsiniz, dağ nədir? Dağda binələrimiz olurdu. Bəzən ayaqla gedirdik, bəzən qurzavoy maşınlarla gedirdik. Qurzavoy maşınların üstündə bəlkə də 20-30 nəfər olardı. Yadınızdadır mı? Əvvəlcə Çaykənd kəndindən keçirdik. O köprünün üstündən keçirdik. Kirtivana qalxırdıq. Allah rəhmət eləsin Salih müəllimə. Salih müəllimin yoldaşı adı nə idi? Zərifə xalaydı deyəsən. Və orada biraz da su içirdim. Allah rəhmət eləsin Lətifə Padrugama. Oradan gedirdik Bəryabaddan. Bəryabaddan Əmirxeyri. Sən deyilin, mənim qismətim Əmirxeyirdəymiş. Vallahi xəbərim olmadan qaynatamla atam haradasa alışveriş ediblər. Sevməmişəm, ancaq çox şükürlər olsun. Nə yaxşı ediblər, bəlkə də görəsən. Bəlkə də görəsən ki, mən indi çoxdan boşanmışdım. Bir gün 7-ci sinifdə oxuyanda bir yuxu gördüm. Yuxuda gördüm Bəryabadın qrubunun qabağındayam. 7 dənə atlı gəlir aşağıdan. Qara atın üstündə, Valih dayımdır, ağ atın üstündə Raqibdir. Qırmızı təpəl atın üstündə bir oğlanını tanımıram. Gəldi bu oğlan məni, atın tərkinə mindirdi, keçdik o çaydan da Armudluğa tərəf getdik. İllər ötdü, elçi gəliblər mənə, atam da veribdi da. Mən də cırlayıram, deyirəm, neyinirəm, tanımadığım adama mən necə gedim ki? Anam dedi, ay bala, 7-ci sinifdə oxuyanda mənə bir yuxu danışmışdın ha. O yuxu bu yuxudur, o sənin qismətindir. Həmən oğlandır. İndi mən həmişə oynayan